Azərbaycanda 65 üstü insanların təxminən 18%-i pensiya hüququ qazana bilmədiyi üçün ahıllıq müavinəti, yəni ayda 220 manat alır. Global Info az məlumat verir ki, bunu iqtisadçı Rövşən Ağayev bildirib. O deyib ki, bu məbləğ qüvvədə olan minimum pensiyadan 100 manat və ya 32%, orta pensiyadan isə 2 dəfə azdır. Bölgələr üzrə pensiya hüququ olanların yaşlı əhaliyə nisbəti xeyli fərqlidir. Məsələn, Qubada 65 üstü yaşda əhalinin 33%, Qəbələdə 28%, Hacıqabul və Şəmkirdə 27%, Yevlax və Cəlilabadda 26%, Ağdaşda 25% ahıllıq müavinəti alır. Ən yaxşı vəziyyət Bakının rayonlarındadır. Məsələn, Səbaildə 65 üstü əhalinin cəmi 9% ahıllıq müavinəti alır. İqtisadçı əlavə edib ki, bu nisbətin pensiya hüququ olanların xeyrinə yüksək olması nisbətən yaşlı, hətta Sovet dövründə iş stajı qazanmış nəslin hesabınadır. Əgər hazırki pensiya şərtləri və əmək bazarında qeyri-formal məşğulluğun hazırki miqyası qalmaqda davam eləsə, yaxın 10 ildə ahıllıq müavinəti alanların payı daha sürətlə artacaq.